Uşağımla aramızdakı emosional bağın güclü olub olmadığını necə müəyyən edə bilərəm deyə Gülşən xanım sual yazıb. Deməli, əgər təbii ki, bu yaş faktoruna görə dəyişir, ancaq onu vurğulaya bilərəm ki, valideyn evdən çıxarkən uşaqdan, yəni görünməz şəklində qaçıb çıxıb gedirmi və yaxud onunla emosional kontakt qururmu, uşağın duyğularını ona ifadə edirmi ki, məsələn, səni qorxutdu, bu yerə düşməsi səni incitdi və yaxud dostun səni vurmağı səni üzə bilər, kimi duyğularını ona öyrətməyə çalışırsa və yaxud onu, dediyim kimi, emosional kontakt qurursa, təbii ki, onların arasında güvənli bağlanmasında bir problem yaşanmayacaq. Sadəcə olaraq dediyim kimi aldatmalar varsa və yaxud özü ilə cəzalandırmaq varsa, yəni mənim istədiyimi etməsən, yəni ki, bu formada yəni kimi cəzalandırmalar varsa, təbii ki, bu uşaq valideyn arasında güvənli bağdan söz gedə bilməz. Əgər icazəniz varsa bir mövzuya toxunmaq istəyirəm. Əlbəttə, buyurun, buyurun. Ki biz son vaxtlar deməli, valideynlər əsasən çox sayda bu mövzu haqqında bizə suallar ünvanlayırlar. Eyni zamanda konsultasiyalarda müşahidə edirik ki, valideyn, deməli, övladımla aramdakı bağ çox yaxşı idi, rahat şəkildə nənə babasının yanında qalırdı və otaqda tək başına oyun oynaya bilirdi, digər uşaqlarla kontaktda keçirdi və biz, məsələn, bağçaya apardıq, qoyduq. Bağçaya aparıb qoyduqdan sonra mənim övladım aqressivləşməyə başladı. Mənsiz otaqdan bir otaqdan digərinə keçə bilmir, heç ara getmək istəmir, davamlı olaraq mənim qucağımda oturmaq istəyir. Bu kimi şikayətlərlə rastlaşırıq. Sadəcə olaraq ki, bilirsiniz ki, yeni tədris ilə yanaşı bağçalar da artıq fəaliyyət göstərməyə başlayıbdır. Bizim çox təəssüflər olsun ki, müəllimlərimiz adaptasiya prosesini biraz kənarda almış olur ki, mamalara narahat olma, hər uşaq kimi bu da ağlayıb sakitləşəcək, ilk uşaq deyil, biz neçə illərdir bu sferadayıq, təcrübə sahibiyik, kimi valideynləri rahatlaşdırıb evə göndərirlər. Təbii ki, normal olaraq uşaq yeni düşdüyü mühitdir, ağlayaraq ifadə edir öz təəssüratlarını, duyğularını. Müəllimlərimiz isə çox təəssüflər olsun ki, bax, sakitləşməsən ananı gec zəng edəcəm, sakitləşməsən deyəcəm biraz daha gec gəlsin, heç gəlib səni götürməsin, sən burada qalacaqsan və yaxud sənə sürpriz qoymayacam gəlsinlər kimi ifadələrlə uşaqları çox təəssüf olsun ki, biraz daha da təşvişini artırırlar. Təmin xanım, yeri gəlmişkən təşəkkür edirəm. Pedaqoji tərəfə də toxundunuz, bağçalara və məktəblərə də toxunmaq istəyirəm ki, burada pedaqoqlar necə davranmalıdırlar bu bağın qurulması üçün? Xəta hardadır deyirsiniz, bunlar çox gözəl, amma o xətaların olmaması üçün onların hansısa bir təlimmi keçməsi lazımdır bağçalarda müəllimlərin və ya hər hansı bir xüsusi proqram mı var onlarla işlənməlidir ki, bunlar uşaqlarla arasındakı bağı zədələməzlər. Çünki orada zədələnən bağ evdə də davam eləyəcək və uşağın sosial həyatına da təsir edəcək. Əlbəttə. Onu necə aradan qaldırmalıyıq? Qarşısını necə almalıyıq? Qarşısını bu şəkildə ki, tövsiyəm olar ki, bağçalarda təlimlər təşkil olunsun, bu yöndə müəllimlər təlimlər alsın. Niyəsinə gəldikdə isə, çünki bağçalarda açığına qalsa, yəni komfort olmaz da mən olduğum seans keçdiyim otaqda sizin davamlı olaraq mənim yanımda olmağı və bir çox valideynin normalı budur ki, adaptasiya prosesində müəllim əsasən birinci valideynlə kontakta keçməlidir, nəinki uşaqla. Çünki uşaq baxım verən şəxsi valideyndir və bilir ki, güvənli, mənim anam, güvənli duyduğum şəxs qarşısındakı insanla kontakta keçirsə, deməli bu təhlükə yəni deyildir. Mən bunu təhlükə kimi qəbul etmirəm. Yavaş-yavaş ana ilə birlikdə oranı gəzib, o çevrəyə, ortama tanıq olmağı, eyni zamanda etap-etap, yəni bu saatlı şəkildə uzadılmalıdır ki, bağçadakı proses. Mərhələli şəkildə. Bəli, mərhələli şəkildə artırılmalıdır. Yəni günün ilk yarısı daha sonra uzadılaraq bu tamamlana bilər və bu etapda da davamlı olaraq, yəni uşağa öncədə qeyd etdiyim kimi cəzalandırma metodikalarından istifadə etmədən emosional yanaşaraq kontakta keçib, yəni bu adaptasiya prosesini sadələşdirə bilərlər və eyni zamanda bu adaptasiya prosesində valideynlərin iştirakı vacibdir. Çünki bilirsiniz ki, artıq 2 yaşdan aşağı uşaqlar da bağçaya qoyulur. Bəli. Bəs bu emosional bağda problem yarandığı zaman psixologiya artıq hansı mərhələdə dövrəyə girir? Biz bilirik ki, artıq mütəxəssisə getməliyik və dəstək almalıyıq. Artıq uşağın, dediyim kimi, xüsusən indi hal-hazırda bağçalardan gəlir, aqressiv davranışları artırsa və artıq siz bunu idarə edə bilməyəcək səviyyəyə çatmısınızsa, bununla yanaşı olaraq, davamlı olaraq valideynin yoxluğunda axır isterikalar keçirir, sakitləşməsi çox zaman alır. Bundan savayı olaraq və yaxud valideyni hədsiz görməzdən gəlir ki, valideyn neçə saatdır işdəyəm və mən işdən gəlmişəm, qızım çöndüb mənə baxır və üzünü digər tərəfə çevirir, oyuna davam edir, sanki mən yoxmuşam kimi davranır. Bu hallarda və yaxud aşırı utancaqlıq, bununla savayı və ya aqressiv davranışlar göstərirsə, bu halda müraciət edə bilərlər.